Salam uşaqlar, hörmətli valideynlər, dəyərli izləyicilər, hamınızı salamlayıram. Keçirəm Riyaziyyat 5-ci sinif 1-ci hissədən səhifə 63-cü səhifəyə. Nə deyilir? Görək 63-də 1-ci səhifədə demək olar ki, hamısı məsələdir. Bax, deyir bu dairədəki yaşıl rəngin dairənin içində də ədədlər var. 63-cü səhifədə, bəli. 2 dənə ayrı-ayrı, 2 AB-dir. Burada kiçikdir. Bunları toplayırıq. Görək bu nə qədər kiçikdir bunların cəmindən. Burada isə toplayırıq. Bu böyük olacaq bunların cəmindən. Birinci 9 nömrəli misalımız buna aiddir. Tapaq görək bu nə qədər böyükdür bunların cəmindən. Bu isə 1/5-3 isə nə qədər kiçikdir bunların cəmindən. Ona görə mən həmişə olduğu kimi dəftərdə yazmışam. 63 9-cu misal. 9, 9, 10, bu da 9. Bəli, toplamışam bunları uşaqlar. Yazmışam, amma bərabərdir. Görüm yazmışam mı? Bəli, 9/20-də 3. Toplayanda bunu almışam. 9/20-də 3, 5 tam da buradan çıxdı. İndi bizim dairədəki ədədimiz budur. 1/5-3'dir. Nə qədər kiçikdir bizim tapdığımızda. Bunları topladım mən. Kəsirlərin toplamasını bir də izah eləmirəm. Eyni bir məxrəcə gətirdim. Bunları 20-yə topladım. Bərabərdir. 9 tamdan 10, deməli ki 1 tam çıxarıqsa olar. 3-dən 3 çıxsaq 0 olacaq. Ona görə də uşaqlar bizdə 0'ı biz bunları deməli ki 3-dən 3 çıxmamışdan əvvəl görürük ki, bu böyükdür. Surətlər bərabərdir. Məxrəci kiçik olan böyük kəsirdir. 20'də 3 kiçikdir 5'də 3'dən. Bu kiçikdən bunu çıxa bilmərəm. Ona görə 9 tamdan 1 tamını götürürəm. Düzgün olmayan kəsirə çevirəm. 1 tamını. Qalacaq 8 tam. 1'i vursam 20'yə. 20 üstünə də 3 gəlsəm 20'də 23. Çıxılsın 1/5'də 3. Bu da davam eləyir, bərabərdir. Bu 20'də bunun məxrəci 20'dir. Bunu da 20'yə gətirmək üçün 4'ə vururam. 8/20'də 23. Çıxılsın 1/20'yə gətirmək üçün 4'ə vuracağım surət və məxrəci. 20'də 12. 20'də 12. 23'dən 12 çıxsam 11 olacaq. 8 tamdan da 1 tam çıxsam 7/20'də 11. Siz yəqin ki gördünüz bunu ki 20'də 11 oldu. İndi yəni ki nə qədər kiçikmiş o dairədəki bu yaşıl dairədəki ədəd 7/20'də 11 qədər kiçikdir. İkincidə isə 55'də deməli ki 3'də 55'dir. İkinci dairə içində 3'də 55. Bu isə böyük olacaq bunların cəmindən. Bunları belə yazmışam. İndi cəmini tapıram. Hamısı cəmini tapanda düzgün olmayan kəsirə çevirmək o qədər də lazım deyil. Məxrəclər 4, 4, 2, 6. Birin isə məxrəci yoxdur. 12'yə gətirəcəyəm. 12'yə gətirmək üçün 3'ə vururam. 4'ü 3'ə. Bunu 6'ya, bunu da 2'yə. 4'ü 3'ə vursam 12. 25'i də 3'ə vursam 75. Üstə gəl. Yenə 3'ə vururam 12. Məxrəc surətdəki 1'i də 3'ə vursam 3. Üstə gəl. 6'ya vuracağım bunu. Üstə gəl. 12. 13'ü də 6'ya vursam 10'u 6'ya 60. Yuxarıda yox biz. Bu 6'ya vururam düzdür bunu. 12 yazdım 6'ya vururum. 10'u 6'ya 60. 3'ü də 6'ya 18. 78. Üstə gəl. 4'üncü. 6'nı da 12'yə gətirmək üçün 2'yə vururam. Bunun tamı da var. 3 tam. 2'yə vurmaq üçün 12'də 2. 1, 2, 3, 4. Bir də 1 tamımız var. Üstə gəl 1 tam. Bərabərdir. İndi toplayaq. Deməli ki, neçə olacaq? Bizim tamlarımız bir dənə
3 tam var idi. Qalanlarda tam yoxdur. Bərabərdir. Tamları deməli 12 75-in üstə 3 gəlsək 78. 75 ilə 3 78. Bu da 78. 156. Bu da 2. 158. 158. Tamları toplayıram indi burada. Bərabərdir. Bu bir tam axırdaydı da. Bu bir tam buraya yazmışıq. 3 tam. Bu da bir tam. 4 tam. Məxrəcimiz isə 12. 158-i mən 12-yə bölürəm. 158-i bölürəm 12-yə. Bir dənə 12, 38-də də 12, 24, 3 dəfə olar 36. Bəli. 13 tam. 13 tam. 13 tam neçə oldu burada? 2 qalacaq. 12-də 2. Bu kiçikdir. Nədən kiçikdir? 55. 3-də 55. Bax bu dairənin içində 3-də 55-dir. 3-də 55 isə böyükdür. Məsələn, bu 13 tamdır. 55-i bölsək 3-ə. Bir dəfə 3. 3. 25-də də 3. 8 dəfə. 24. Bu hardasa 18 tam eləyir. Bu isə 13 tamdır. İndi 3-də 55. 3-də 55 bərabərdir. Lazımdırmı? 3-də 55 13 tam. 3-də 55 elədi. 2 eləyir də, ona görə də eləmirəm. Elə 3-də 55 qalsın. Bunu isə yazıram. 13 tam 12-də 2. Çıx olacaq burada. Çıx bərabər yox, çıx. 13 tam 12-də 2 bərabərdir. Bunu 6-ya vurmalıyam. Yox, 4-ə. 4-ə vurum ki, 12 olsun məxrəci. 12. 55-i 4-ə vursam neçə eləyər? 55-i 4-ə vursam 220 olacaq. 220. Çıxılsın. Bu isə elə 12-dir də. 12-də 13 tam da var burada. 13 tam 12-də 2 bərabərdir. Bərabərdir. İndi biz 220-nin 12-dən bunu çıxaq və bunu da çevirək də düzgün olmayan kəsirə. Bu belə olmayacaq. Onda bu hissəni yazmıram. Bunu çevirmişəm, altdan yazıram. Bu hissəni yazmıram. 220 böl 12. Çevirdik, belə aldıq. Çıx. 13'ü vururam 12'ye, üstə gəlirəm 2. 13 vur 12. 2 dəfə 3 6, 2 3 1. 156. Bu da 2 158. 158 böl 12 bərabərdir. 220'dən 158'i çıxıram. Ondan 8 2, 11'dən 5 6. 62 qalacaq yuxarıda. 62 böl 12. 62'ni də 12'ye bölsəm, görək nə qədər olar? 12 5 dəfə olanda 60 olur. Bərabərdir. 5 tam 12'də 2. Bu da bərabərdir. 5 tam ixtisar olunanda 6'da 1. Deməli, nə qədər böyük imiş bu? Bu da ikinci dairədəki bunların cəmindən 5 tam 6'da 1 qədər çoxdur. Bu bizim 9-cu misalımız idi. İndi ikinci bu uşaqların fikirlərinə baxırıq. Səbinənin fikrinə görə nə deyir? 2'də 1'dən kiçikdirsə, 2 toplanan 2'də 1'dən kiçikdirsə, cəm 1'dən kiçik olacaq. Məsələn, 4'də 1 ilə cəm deyir 2'də 1'dən cəm 1'dən kiçik olacaq. Məsələn, 4'də 1 də 2'də 1'dən kiçikdir, 5'də 2 də 2'də 1'dən kiçikdir. Hər ikisidir 2 dənə
toplana götürürsən, 2-də 1-dən kiçikdir. Cəmdə 1-dən kiçik olacaq. Görək düzdürmü? Bərabərdir. Deməli, hər ikisini 4 ilə 5-i 20 eləyirəm. 20-də 5, üstə gəl, 20-də 8 bərabərdir. 20-də 5 ilə də 8-i toplasaq, eləyər 13. Doğrudan da 1-dən kiçikdir. Səbinənin fikrinə görə, nədir Səbinənin fikri? Doğrudur, bax 1-dən kiçik oldu. 20-də 13. 20-də 21 olsaydı 1-dən böyük olardı. 21, 22. Bu adi kəsirdir. Düzgün kəsirdir. Düzgün kəsir, məxrəc böyük olur, surət kiçik. Bu da 1-dən kiçik olur. Səbinənin fikri doğrudur. Nə yazaq burada? Doğru. Doğru yazdım. Yəni Səbinənin fikrinə görə doğrudur fikri. Elxanın fikrini yoxlayaq. Elxan nə deyilir? Elxan deyir ki, uşaqlar, deməli, azalan 1,2-də 1-dən böyük. Məsələn, mən 1,3-də 2 götürmüşəm. Çıxılanı isə 1-dən kiçikdirdi. Bu da 1-dən kiçikdir. Fərq 2-də 1-dən kiçik olacaq. 2-də 1-dən kiçik olmalıdır. Hesablayaq görək. Mən o dediyə görə belə bir ədədlər götürmüşəm. Bunu düzgün olmayan kəsirə çevirirəm. 3-də 5 çıx 5-də 3 bərabər 15 eləyəcəm məxrəcləri. 5-ə vuracam 15, 25 çıx 15, 3-ə vurdum 9. Bu da bərabərdir 15. 25-dən də 9 çıxsam 16 qalar. Deməli 11, 20-dən 9 çıxsam bəli 16 qalar. 1-dən böyük oldu axı bu. Bu da bərabərdir 1,15-də 1. Elxan nə deyirdi? 2-də 1-dən kiçik olacaq. Ancaq bizim cavabımız 1-dən də böyük oldu. 2-də 1 yarıdan kiçik olacaq. Elə demək istəyirmiş Elxan. Amma bunların deyir nəyi? Fərqi 2-də 1-dən kiçik olacaq. Amma 1-dən kiçik oldu. 1-dən böyük oldu. Əksinə böyük oldu. Səhvdir. Elxanın fikri nədir? Yanlışdır. Doğru. Bura yazaq. Elxanın fikri yanlış. Bura yazıram. Yanlış. Yəni səhv. Səbinənin fikrini yoxlayaq. Səbinə nə deyir görək? Səbinə deyir ki, toplananları 2-də 1-dən böyükdürsə, toplananlar 2-də 1-dən böyükdürsə, cəm də 2-də 1-dən böyük olacaq. Yəni 5-də 4, 6-da 5. Hər ikisi 2-də 1-dən böyükdür. Cavab 1-dən böyük olmalıdır. Sözsüz ki, 2-də 1-dən böyüksə 1-dən böyük olacaq. Düzgün fikirdir bu, Lalənin fikri. 5 ilə 6 üçün deməli, məxrəcləri bərabərləşdirib 30 götürürəm. 5-ə vurdum. 6-ya vurdum. 6-ya vursam 4, 24. Üstə gəl. 30. 5-ə vurdum. Bunu da 5-ə vururam. 25. Bu da bərabərdir. 24 ilə 25 olacaq. 49 böl 30-a bərabərdir. 1,30-da 19. Bundan o tərəfə tabi ixtisar olunmur. Sadə ədəddir. Əsl ədəddə deyirlər, sadə ədəddə deyirlər. 19-a ortaq bir böləni yoxdur 19-un. Deməli, 1-dən böyük oldu. Səbinə, Lalə düz deyirmiş. 1-dən böyük olacaq. Bəli. Bunun cavabı nədir? Doğru. Doğru. İzahla dedi. Müəllim demişdi ki, kitabın başlanğıcında yazılmışdı ki, izahla izah edin. Uşaqlar, burada deyir, anar 3 eyni ölçülü pizzanı, bax belə çəkmişəm. Yəqin ki, bu pizzaya oxşamasa da adını çəkirəm pizza. Yəqin ki, pizza istəyənlər olacaq. Ürəyindən pizza keçənlər də olacaq. Bəli. Uşaqlar, 3 dənə pizzanı anar dostları ilə bərabər bölüşür. Hər uşağa 5-də 3 pizza düşür. Yəni, burada 5-də 3'ü görürüksə uşaqlar, hər uşağa 5-də 3 sözü varsa, burada 5-də 3. Deməli, hər pizza 5 yerə bölünüb. 5 yerə bölünübsə, onda 5-də 3'lərdən neçə dənə 5-də 3'ü toplayaq ki,
Cəmi 15 olsun. Hissələr 15 olsun. 5, 5, 5, 15. 5-də 3, üstə gəl. 5-də 3, üstə gəl. 5-də 3, üstə gəl. 5-də 3. Görək 3 paylar, 3 hissələr neçə dənə olacaq ki? 15 dənə. Bizim 15 dənə hissəmiz var, axı payımız var. Üstə gəl. 1, 3, 6, 9, 12. Bir dənə də 3 hissə gəlirik. Olur. 15 dənə. Pizzanı da kəsir. Bu əvvəldən demişdik ki, 5-də 3 hissədir hər uşağa. Ona görə 5 yerə bölmüşük hər pizzanı. Bərabərdir 5-də 15. Yəni 5 yerə bölünmüş 15 dənə pay. Bu da bərabərdir 3 pizza deməkdir. 3 yerə bölünür. Bərabərdir. Deməli, anar deyir, dostları neçə dənədir? Neçə dostu ilə bölüşüb? 1 dostu, 2, 3, 4, biri də özü. 4 dost və özü ilə. 4 dostu və özü. Sual da o idi ki, uşaqlar, anar pizzanı neçə dostu ilə bölüşdü? 4 dostu. Özü sözündə biz əlavə yazdıq. Hovuz, bax burada şəkildə gördüyünüz hovuz 100 litr su tutur. Bu məsələ 12-dir. Şəklini çəkməyəcəm. Əvvəlcə tökdülər bura. Deməli, hovuza töküblər. 45,5 litr su töküblər. 45 litr, biraz da artıq. 5-2 litr də artıq. İkinci dəfə isə bundan az tökdülər. 12 litr az tökdülər. 12,5-də 3 az tökdülər. 2 dəfə su tökülüb bura. Bir dəfə çox tökülüb, bir dəfə 12 litr az tökülüb. Amma 100 litr olmayıb da, 2 dəfə töküblər, 100 litr olmayıb. Deyir, 100 litr olmaq üçün daha nə qədər tökmək lazımdır? Bax, bunu soruşur bizdən. Əvvəl hovuza tökdülər 45,5-də 2 litr su, sonra isə bundan 12,5-də 3 az. Yəni 45-dən 5-də 3 az. Hovuza neçə litr su tökdülər? Bunu tapaq. Deməli, 45 litr, bu birinci tökülən su, 45, 5-də 2. Üstə gələk, bu da ikinci dəfə. 45. Ayalı, bu tamdır. Mən surət məxrəcdə yazdım. 45, 5-də 2-dən çıxaq 12, 5-də 3-ü. 12, 5-də 3-ü. Bax, bu azaldı su. 45-dən bunu çıxırıq. Burada neçə olsa o qədər su töküblər ikinci dəfə. Bərabərdir. İndi neçə litr su tökdülər hovuza? Bununla mötərizənin cavabını toplamalıyıq. İndi mən yazıram bunu. 45, 5-də 2. Üstə gələk. Bunu mən burada yer qoymamışam uşaqlar. Burada kənarda eləyəcəyim. Nə qədər? Yəni 45 5-də 2-dən 12 5-də 3-ü çıxıram. 5-də 2 kiçikdir 5-də 3-dən. Buna görə birini götürüb xırdalayıram. 44 tam 1 vur 5 5. Bu da olacaq. Üstünə də 2 gəlsəm 7. Çıxılsın 12 tam 5-də 3. Çətin olmayacaq uşaqlar. Hər ikisinin məxrəci 5-dir. Bərabərləşdirmirik. 44-dən 12 çıxsaq 32 tam. 7-dən də 3 çıxsaq 5-də 4. 32-dan 5-də 4. İkinci dəfə töküblər. Deməli, üstünə gəlirik 32 tam 5-də 4. Bu da bərabərdir. 45 ilə 32, 77 litr. Burada artıq yer qalmadı. Buradan yazmağa yer olmayacaq. 77 litr 5-də 6. 5-də 6. 77 tam 5-də 6. Görürsünüz bunu. Bu qədər su tökülüb 2 dəfəyə. 100 litr tutursa, bəs 100 litrdən nə qədərin töküblər? 100-dən çıxaq. Nəyi çıxaq 100-dən? 77 tam 5-də 6-nı.
5'te 6. Bura genişdir. Eləyəcəyim uşaqlar burada. 77 tam 5'te 6. 6'nı da 5'e bölsək, 1 də gəlir bunun üstə. Olur, bərabərdir. 100 litrin yerinə yazıram mən burada. 5'te 5 yaza bilərəm. Bəli, 5'te 5 yazacağım. 99 tam 5'te 5 çıxılsın. Buradan da tamı çıxardıram. 6'nı bölürəm 5'e. 1 tamdan gəlir bunun üstə. 78 tam 5'te 1. Bu da bərabərdir. 78 çıxsam 21 qalacaq burada. 21 tam 5'te 5'ten de 5'te 1 çıxıram. 21 tam 5'te 4. Litr 5'te 4. 4'tü bu. Litr su yenə tökülməlidir. Yenə tökülməlidir ki 100 litr olsun. Tökülməlidir. Bu neçənci məsələ oldu? 12. 13. Gəlir, ailənin gəlirini 3'də 1 hissəsi ərzağa, 12'də 1 hissəsi kommunal xərclərə, 6'da 1 hissəsi digər xərclərə, məsələn, avtobus xərclərinə və yaxud da kinoya, teatra getməyə, belə xərclərə çıxır. Bunları toplayaq görək, xərclərin neçə hissəsi işlənilir? 3'də 1 üstə gəl 12'də 1. 12'də 1 üstə gəl 6'da 1 bərabərdir. 12 götürürük. Bunu da 12'dir. Bunlar da 12 eləyirəm. 4'ə vuracağım. 12'də 4 üstə gəl 12'də 1 üstə gəl 12 eləmək üçün 2'yə vurdum. Bu da 2 bərabərdir. 12'də 4 5, bu da 2, 7. 12'də 7 hissə işlənilir. Nə qədər qalır? 12'də 12 olmalıdır da. Bütün gəlir 12'də 12'dirsə, bütün gəlir, ailənin gəliri 12'də 12'dir. 12'də 12'dən 12'də 7'ni çıxıram, qalır 12'də 5. Gəlirin 12'də 5 hissəsi aylıq yığımdır. Bax, bu hissə, cavab da yaza bilərsiniz. Cavab aylıq yığım, yəni ehtiyat üçün yığırlar hər ayda. Maaşın, gəlirin, evə gələn pulun aylıq 12'də 5 aylıq 12'də 5 hissə yığılır. Hissə yığıma gedir və yaxud da yığımdır. Yığımdır. İndi digər məsələmiz də var. Bu hansı məsələdir? Bu məsələ, bax, bu məsələdir. Burada usta döşəmənin kənarlarına yaşmaq vurmalıdır. Bax, bu qıraqlara. Aboy vurulub, pol vurulub. Dibləri siz görmüsünüz. Bəzi biz Azərbaycan sözlərindən çox rus söz işlədirik. Bunlara pirindus deyirik. Pirindus vurulmalıdır. 4 tərəfinə vurulur. Bu tərəfi də var. Bir də qapı yeri çıxılır. Uzunluq verilib. Eni verilməyib. Eni nə qədər azdır? Onu tapıram. Bax, burada mən məsələni hazır yazmışam. Uzunluq 7 tam 4'də 1'dir. Bu qədər, eni isə bu qədər azdır. 7 tam 4'də 1'dən bunu çıxıb eni tapmışam. 4 tam 4'də 3 evin enidir. Döşəmənin enidir. Burada çıxa bilmədim. 4'də 1 kiçik idi, 2'də 1 böyük idi. Ona görə düzgün olmayan kəsirə çevirdim. 7'ni vurub 4'ə. Onu yazmışam buradakı. 4'də 1'dən 2'də 1 kiçik olduğuna düzgün olmayan kəsirə çevirdim. Döşəmənin kənarına yaşmaq vurmaq üçün döşəmənin perimetrini bilmək lazımdır. Bax, perimetr və bu kənarlarını bilmək lazımdır. Perimetri də bax, P yazmışam. 2 dənə 7 tam 4'də 1, 2 dənə uzunluq, 2 dənə də en. 4 tam 4'də 3, 4 tam 4'də 3 toplamışam. 22 tam
4'də 8, 8'i də 4'ə bölüb 2 almışam. 22 tam 4'də 3. 8'i 4'ə bölsəm 2. Bu 23 yox, 24 olmalıdır. 2 gələndə üstə. 24. 24. Deməli, onda qapı hissəsinə yaşmaq vurmaq üçün 24'dən də çıxmaq lazımdır. 24'dən çıxmaq lazımdır. Bu hissə artıq səhvdir. Mən bunu burada eləyim sizə uşaqlar. Başqa vərəqi də eləyim. 23'dən çıxmışam. Mən burada cavabı səhv tapmışam. Elə səhvdən çıxmışam. Qoy doğru bir kağız tapım. Mən burada onu sizə izah edeyim. Ki, necə çıxmışam. Burada 23'dən çıxmışam. Pirindüz deməli 24'dən çıxıram. 10'da 9'u. 10'da 9. Qapı yerini çıxıram. Bərabərdir. 24'ü yerinə yazmışam. Yazıram 23 tam 10'da 10. Çıx 10'da 9. Bu da bərabər eləyər. 10'da 9 bu qapı yeridir çıxıram. 23 tam 10'da 1. 10'da 1. Bizim isə 25 metrdir. 25 metr deməli bizə bu qədər işlənəcək. 25 metr alıb usta bu qədər işlənəcək. 25 metrdən. 25 metrdən o qədər işlənəcəksə, burada da yazmışam sözlə. 25 metr yaşmaqdan usta 23 metr, bunu 3 eləyək. 23 metr, 10'da 1, 23 tam 10'da 1 metr işlətdi. Onda 25'dən çıxırıq. 23 metr. 23 tam 10'da 1'i. Bu da bərabər eləyər. 24 10'da 10. 25'i yerinə yazmışam. Çıx. 23 10'da 1 bərabərdir. 1 metr. 1 10'da 9 metr artıq qalar. Bax, burada da mən bu səhvi düzəltdim uşaqlar sizin üçün. Burada deməli 2 hissə oldu. Burada cavabı düz tapmamışdım. Bunun arxasınca bunu yazırsınız. Yəqin ki gördünüz. Bunun arxasınca da bax bunu yazırsınız. Bir dənə cavabı səhv tapmaq görünürmü uşaqlar belə aydın? Görünməsə yəqin ki özünüz bunu eləyə bilərsiniz. Bu misalın üstünü örtürəm. Bu və bu. Yəqin göründü. Tamam göründü uşaqlar. Bu qədər. Qaralanan yerlər də aydın görünür ki, burada 23, burada 1, 23, 23'dür. Bu da 25'dir. Bu qədər. Sağ olun, bəyənin, abunə.